Salam dostlar. Bu resept illərdir TikTok'da, Instagram'da, YouTube'da karşıma çıxdı. Amma heç vaxt hazırlamamışdım. Bu il dedim ki, mən də yoxlayım görüm, doğrudan da deyilən qədər dadlıdır. İnanın, nəticə məni çox təəccübləndirdi. İlk dəfə hazırlamağıma baxmayaraq dadı möhtəşəm alındı. Evdə dadan hər kəs bəyəndi. İndi peşmanam ki, niyə indiyə qədər hazırlamamışam. Əvvəlcə vişnələri 2 dəfə təmiz suda yudum. Sonra saplarını və tumlarını çıxarıb bir qaba tökdüm. Üzərinə doğranmış keşniş, reyhan və sarımsaq əlavə etdim. Daha sonra duz və biraz da şəkər qatdım. Bütün ərzaqları yaxşıca qarışdırdım və sterilizə olunmuş bankalara doldurdum. Bankaları qaynayan suda 20 dəqiqə qaynatdım. Nəticədə elə ləzzətli bir vişnə dövməci alındı ki, sözdə ifadə etmək çətindir. Əgər siz də hələ hazırlamamısınızsa, bu resepti mütləq sınayın. Hazırlayanda fikirlərinizi şərhlərdə yazın və belə ev reseptləri üçün məni izləməyi unutmayın. Kaçım gelmek. Bugün yemek yemeyeceğiz.